Siz gələndə necə idiniz? Ağlayırdım. Ağlayırdınız? Qorxu var idi? Qorxurdum, hə. Aha. Öykümə var idi. Öygümə necə idi? Hər gün idi? Başım gicəlirdi, öyküyirdi. Aha. Başım damara göynüyürdü, öyküyirdi. Öymə vardı. Kürəyində ağrılar vardı. Ürəyim ağrıyırdı, Ağrıdan hə. boynu dəbərə bilmirdi. Başım çıqqıllıyırdı. Aha. Yəni, doramım keçdiyirdi. İndi keçib. Başqa nə şikayətlərinizdir? Siz gələndə yadıma deyirdiniz ki, yıxılıram. Başım gicəlirdi, yıxılırdım, hə. Hə, başınız gicələnib yıxılırdınız. Hə, başım gicəlirdi, özümü saxlayamırdım, yıxılırdım. Onda belə çıxır ki, yəni o nə qədər müddət oldu? Gedənə qədər müalicə getdim, beləncə olurdu. Hə, müalicə almamışdan qabaq elə olurdu. Hə, bura müalicə gedəndə sonra, Qəşəng. hə. Yeriyir də, nə öcümür də. Aha, nə ağlamır? Ağlamır da, başı cikilləmir də. Cikildə, əsas başı cikildəmir. Başı cikillir, deyirdi başında sərçə var. Ne deyir, inanmırdı baxı. Ben deyir, heç nə yoxdur. Düzəlir, her şey qaydasında. Öymədə tam keçir. Müalicə getcəmlə 1-2 gün gedəndə öykümə. Əhvalınız yaşlaşır? Çörəyə deyə bilmirdim, çörək də yeyirəm indi. Aha. Ben çox yeyirik. Hə, şükür Allaha yaşlaşmısınız. Sizin sayenizde 90%, 80% düzəlir.